Meteosat qlobal peyk sistemlərinin, xüsusilə də Orta Şərq ölkələrindəki peyk məlumatlarının təlləri bu siqnalları verir ki, hazırda Qafqaz ərazisində faktiki olaraq hava şəraitinin kəskin dəyişilməsi müşahidə edilir və yaxın saatlarda bu proses daha da güclənəcək. Mayın 17-sinə keçən gecə, 17 gün ərzində bu prosesin ən pis dövrü gözlənilir. Ümumilikdə qeyri-sabit hava şəraiti may ayının 3-cü 10 günlüyündə də tez-tez təkrarlanacaq. Mayın 24-nə qədər bu proses davam edəcək. Mayın artıq sonlarına doğru isə bu prosesin yenidən təkrarlanması ehtimalları var. Hazırda topa yağış buludlarının Qafqaz ərazisində aktiv inkişafı müşahidə edilir. Hətta Xəzər dənizində də bu sistemin Abşeron arasına doğru yaxınlaşması riskləri var. Bu barədə ən son təllər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq. Peyk məlumatlarına əlavə birbaşa peyk radar məlumatlarına da biz nəzər salanda bunu görürük ki, artıq kifayət qədər ciddi bir şəkildə topa yağış buludlarının intensiv inkişafı müşahidə edilir. Və bu sistemlər Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvan, Dağlıq rayonlarında, Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qalx, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xasmazda, hətta mərkəzi aranın Beyləqan, Zərdab, Ağzəbədi, Yevlax, Kürdəm, İmişli, Sabirabad, Saatı, Saran, Neftçala, Biləsuvar və Cəlilabad, Masallı, Lənkəm, Astara, Yağmur və Lerik və Abşeronun qərb ərazilərində də aktiv inkişafı qeydə alınır və bu proses yaxın saatlarda daha da güclənəcək. May ayının 16-dan 17-sinə keçən gecə artıq bu sistemin tədricən Bakı ərazisinin yaxınlaşması ehtimalları var. Artıq yağışın yağması startı may ayının 17-ci günün birinci yarısında başda müşahidə ediləcək. Mayın artıq 17-ci gündüz və axşama doğrusu isə bu prosesin daha da güclənməsi ehtimalları var. Bu vizuallaşdırılmış görüntülərdə tünd rənglər artıq ciddi bir ildırım şimşək dolu proseslərini göstərir və bu sistemlər hazırda Böyük Qafqaz ərazisində aktiv inkişaf edir. Bu da ərazidə kəskin hava şəraitinin yaxın saatlarda da güclənməsi siqnallarını göstərir. Dünyanın aparıcı hava təhlil mərkəzlərindən biri olan Avropanın İCMWF Hava Tədqiqatları Mərkəzinin superkomputer modelləri bu siqnalları verir ki, ümumilikdə may ayının sonlarına qədər olan müddət ərzində troposferin orta qatlarındakı siklon və antisiklonlar ümumi gedişi nəticəsində Qafqaz ərazisində hava şəraitində tez dəyişiklik gözlənir. Yəni Mərkəzi Asiyanın daxil olması gözlənilən antisiklonun sol qolunun və Avropadakı siklonların sağ qolunun təsiri altında olacaq Qafqaz ərazisi. Bu da o deməkdir ki, Qafqaz ərazisində hava şəraitinin gün ərzində bir neçə dəfə dəyişilməsi gözlənir. Ümumilikdə bu tendensiya artıq may ayının 3-cü 10 günün sonlarına doğru Rusiyanın qərbindəki antisiklonun da aktiv inkişafına səbəb olacaq. Hətta Avropanın mərkəzində və Rusiyanın qərbindəki antisiklonlar birləşəcək. Lakin Türkiyə ərazisində və Qara Dəniz ərazisində, Qafqazda isə atmosfer təzyiqində azalma fonunda artıq yağıntıların yenidən artması ehtimalları var. Yəni may ayının sonlarına doğru Avropada hava temperaturunda artım ehtimalları var. Bu prosesə səbəb ciddi bir antisiklon bloklama nəticəsində Avropa arasında hava temperaturunda artım ehtimalları artacaq. Lakin Rusiyanın qərbindən isə mövsümcə xarakterik olmayan nisbətən sərin havanın tez-tez Qafqaz ərazisinə doğru daxil olması ehtimalları var. Biz tam mart ayından dəfələrlə kanalda bildirmişik ki, 2026-cı ilin iyun ayının ortalarına qədər olan müddət ərzində Azərbaycanda uzun müddətli bir istilik dalğasının baş verməsi ehtimalı yoxdur. Bir-iki günlük istiliyin olması o deməkdir ki, yay fəsli daxil oldu. Artıq xüsusilə də Qafqaz ərazisi, Xəzər ölkələri Super El Niño dövrünə xas olan bir şəkildə 2026-cı ilin iyun, iyul, avqust aylarında da tez-tez dəyişən hava şəraitinin təsiri altında olacaq. Çünki Avropa arasında bu bloklanmanın artması və Qafqazda da siklonların artması nəticəsində, yəni Azərbaycan arası həm antisiklonların, həm də siklonların kəsişdiyi ərazidə yerləşəcək. Bu da hava şəraitinin gün ərzində bir neçə dəfə dəyişməsi səbəb olacaq. May ayının ümumilikdə 2-ci 10 günün sonlarına doğru və 3-cü 10 günün sonlarına qədər olan müddət ərzində Qara Dənizdən və Xəzər ərazisindən daşınan rütubətli hava axınlarının orta troposferdə toqquşması və bu da topa yağış buludlarının və supersel buludlarının aktiv inkişafı üçün münbit sinoptik şəraitin tez-tez təkrarlanması mənasına gəlir
Nəticədə Azərbaycan arasındakı yağıntılarda artma ehtimalları var. Çaylarda suluğun artması və sel daşqın su basmanın da artması ehtimalları var. Bu proseslər hətta Abşeron arasında da ciddi təsir edə bilər. Bunun üçün də qlobal modellərdə göstərilən ən zəif siqnallar real zaman ərzində güclənə bilər. Bunun üçün də birbaşa page və real məlumat təlləri əsasında yenilənmiş məlumatlar kanalda yayımlanacaq. May ayının sonlarında ciddi bir dəyişiklik gözləniləcək Azərbaycan arasında, çünki Avropa arasında bloklanma olacaq və Rusiyanın qərbindən də mövsüm xarakterli olmayan soyuq havanın Qafqaz ərazisindən tez-tez müdaxiləsi ehtimalları var. Avropanın İCMWF hava təqatarı mərkəzinin yağıntı parametrlərinin son analizləri bu siqnalları verir ki, may ayının 17-si və 18-sində Xəzər dənizinin şimal və mərkəzi hissələrində orta troposferdə atmosfer təzyiq edə bir xeyli azalma fonunda ekstratropik və subtropik tipli siklon sisteminin ərazidə aktiv inkişafı gözlənilir. Bu sistemin təsirindən Abşeron arasındakı proses artıq ciddi nəticələr verəcək. Mayın 17-si əvvəlcə günün birinci yarısında Xəzər dənizinin cənubundan daşınan rütubətli və yağıntılı buludlar, topa yağış buludları, laylı yağış buludları və hətta lokal supersel buludlar Abşeron arasına doğru yaxınlaşacaq. Və artıq bu sistem may ayının 17-si gündüz saatlarına doğru bir qədər güclənəcək. Bu da Bakıda yağıntıların lokal xarakterli güclü olmasına, hətta dolu yağmasına səbəb olması ehtimalları var. Kanalda dəfələrlə biz bildirmişik ki, qlobal modellər dolu siqnallarını verməsə də, qlobal modellər bu siqnalları zəif göstərsə də, real zaman ərzində bu proseslər anidən güclənə bilir. Bunun üçün də ən son təllər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq. Yəni mən dolu yağma riskini gözləyirəm Abşeronda. Bu risklər var. Ümumilikdə may ayının artıq 17-si gündüz saatlarında Abşeron arasındakı sistem kifayət qədər güclü olacaq. Mayın 17-si hətta axşama doğru bu sistem bir qədər də güclənə bilər. Çünki artıq bu Xəzərdəki sistem kifayət qədər hər ikisindən saat güclənəcək. Hətta bu pech görüntülərinə biz baxanda biz mayın 17-sində canlı olaraq bunu görəcəyik ki, buludlar sanki məzədə məndə partlayacaq. Bu o deməkdir ki, istilik sürətlə yuxarı qalxır, vakuum əmələ gəlir və bu vakuum nəticəsində şiddətli topa yağış buludları formalaşır və bu da buludun orta və yuxarı qatlarında buludun su damcılarının donması nəticəsində dolu yağmasına və dolunun hətta iri dənəli yağmasına səbəb ola bilər. Yəni bu riskləri nəzərə almaq lazımdır. May ayının 18-si axşama doğru yağıntı qısa müddətə kəsilsə də mayın 19-u yenidən Qafqaz arasında hava şəraitinin kəskin dəyişdirilməsi, hətta Bakıda yenidən şimşək çaxması ehtimalları var. May ayının 19 axşama doğru 20-sində yenə də Azərbaycan rayonlarında hava şəraiti tez dəyişiləcək. Mayın 21-i və 22-sində də qısa fasilədən sonra may ayının 21 axşama doğru və 22-sində də Qafqazda hava şəraitinin yenidən kəskin dəyişilməsi ehtimalları var. Hətta bu sistemin Xəzərdən yenə də Abşeron, Bakı, Sumqayıt və Bakı Naxçıvan qəsəbələrinə daxil olması gözlənilir. Bizim kanalımız təkcə gündəlik hava məlumatları vermir, həm uzun müddətli məlumatları verir, həm də qlobal modellərin göstərmədiyi ciddi sistemlərin qısa müddətdə güclənməsi nəticəsində artıq gözlənilən bu təbii hadisələrin zərərlərini azaltmaq üçün birbaşa page və radar məlumatların təlləri əsasında qısa videolar da artıq kanalda yayımlanacaq və bu işlər davam edəcək. Ümumilikdə kanalımızda artıq yüksək dəqiqlikli hava tədqiqatları mərkəzlərinin ən son modellərindən istifadə olunur. Yəni Avropanın artıq İCMWF hava tədqiqatları mərkəzinin superkomputer modellərinin, yəni artıq bu ciddi inkişaf edən ən son 2026 versiyası olan ən son modellərdən istifadə olunur. Bu modellər də artıq digər kanallardan fərqli olaraq, hətta mən deyərdim ki, hava qurumlarının da təqdim etdiyi hava məlumatlarından daha ciddi, daha dəqiq, daha etibarlı məlumatlar bizim kanalımızda yayınlanır və yayınlanacaq bundan sonra da artıq bu işlər daha da gücləndiriləcək. Çünki bizim yolumuz inkişaf yoludur və biz artıq hər gün daha yeni modellərdən istifadə edirik və bu da mobil telefonların göstərmədiyi, bir sıra proqramların göstərmədiyi ciddi və lokal, qəfil dəyişən hava şəraiti haqqında siqnalları, məlumatları biz təhlil edəcək və bu məlumatları izləyicilərlə bölüşəcək. Yəni bizim kanalımızın digər kanallarından fərqi odur ki, hazır məlumatları oxumuruq, hazır məlumatları istinad etmirik, özümüz hazırlayırıq və özümüz ən son təhlilləri sizin diqqətinizə çatdırırıq. Yəni bu məlumatlar ümumilikdə
bir çox kanallar bu məlumatları versə də bizim fərqimiz odur ki, daha dəqiq və ultra dəqiq modellərdən istifadə edirik. Həm də ki, hazır mətnlərdən artıq şablon şəklində istifadə etməyin bir mənası da yoxdur. Artıq YouTube-da bir sıra belə kanallar var ki, hazır məlumatlar durub oxuyurlar. Bu artıq cığallıqdır. Əsas odur ki, özünüz bu işi görəsiniz və həm bunu zövqlə təhlil edirik, həm də ki, bu məlumatları ən son olaraq sizə çatdırırıq, ən son dəqiq məlumatları. Və bu barədə artıq yenilənmiş məlumatların təlləri əsasında kanalda yeni videolar yayınlanacaq. Avropanın Lityum Dablev hava teleqatarı mərkəzinin model proqramlarının ən son təllərinə əsasən may ayının 16-sından 17-sinə keçən gecə saatlarında şiddətli yağışlar nəticəsində Araz çayında sululuğun kəskin artması ehtimalları var. Bu da Biləsuvar rayonunda bəzi ərazilərdə su basmaya səbəb ola bilər. Yəni bu riski nəzərə almaq lazımdır. Ümumilikdə may ayının 17-si artıq günün birinci yarısından başlayaraq bu sistemlər tədricən Xəzər dənizindən Bakı, Abşeron, Sumqayıt arasına doğru yaxınlaşacaq. Yəni bu sistemlər biz diqqətlə analiz edəndə görürük ki, kifayət qədər intensiv bir topa yağış buludlarının ciddi şəkildə güclənməsi ehtimalları var. Və may ayının 17-si bu sistemin ən çox da Azərbaycanın şərq rayonlarında, yəni mərkəzi Aranın cənub-şərqində, Ağcabədi, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Asfalı, Yağmur və Leriç, Böyük Qafqazın şimal-şərqində, Quba, Qusar, Xaçmaz, Çabran, Xızıl, Siyəzən, Dağlıq Şirvanda və artıq mayın 17-ci günorta saatlarına doğru isə Bakı, Abşeron, Sumqayıt arasında hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Hətta Xəzər dənizində ciddi bir supersel buludların aktiv inkişafı ehtimalları var. Xəzər dənizinin həm cənubunda, həm də şimalında ciddi bir topa yağış buludlarının aktiv inkişafı gözlənilir. Bu da Bakıda hava şəraitinin qəfil dəyişməsinə, hətta şiddətli yağış və dolu yağmasına belə səbəb ola bilər. Bu riskləri nəzərə almaq lazımdır və ən son tədbirlər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq. Mayın 17-si artıq axşama doğru bu sistem Xəzərin cənubundan Xəzərin şimal və mərkəzi rayonlarına doğru yayılacaq. Mayın 17-si axşama doğru Xəzər dənizinin şimal və mərkəzi rayonlarında Azərbaycan sektoruna yaxın olan ərazilərdə yenidən sistemin güclənməsi ehtimalları var. Bu da Bakıda yağışın may ayının 17-si axşama doğru yenidən güclənməsi ehtimallarını artırır. May ayının 17-si artıq axşama doğru Böyük Qafqazın şimal-şərqində yenə də şiddətli yağış yağa bilər. Çünki bu sistem daha çox Azərbaycanın şimal-şərq rayonlarına doğru yaxınlaşacaq. Mayın 17-sindən 18-dən keçən gecə Abşeronda hələ də leysan riski davam edəcək. Mayın 18-i səhər saatlarında Bakıda yağış yağa bilər. Mayın 18-dən artıq günorta saatlarına doğru isə hava şəraiti nisbətən sabitləşəcək. Lakin bu qısa müddətli olacaq, aldadıcı olacaq. Mayın 18-i axşama doğru yenidən Böyük Qafqazda, Dağlıq Şirvanda, Kiçik Qafqazda və Naxçıvanda, eyni zamanda Cəlilabad aşağıda yağışların yenidən güclənməsi gözlənilir. Mayın 18-dən 19-dan keçən gecə Azərbaycan arasında hava şəraitinin yenidən qeyri-sabit keçməsi, hətta Abşeronun şimalından növbəti supersel buludlarının mayın 18-si axşama doğru keçməsi ehtimalları var və Bakıda da yenidən hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Artıq bu barədə ən son tədbirlər haqqında birbaşa PH və radar məlumatlarının tədbirləri kanalda yayınlanacaq. Mayın 18-si axşama doğru 18-dən 19-dan keçən gecə Azərbaycan rayonlarında leysanlar davam edəcək. Bu barədə son tədbirlər yayınlanacaq. Mayın 18-dən 19-dan keçən gecə Dağlıq Şirvanda leysan riski davam edəcək. Mayın 19-u günün birinci yarısında 19 səhər saatlarında yenidən növbəti sistem Azərbaycan arasına doğru yaxınlaşacaq ki, bu da hava şəraitinin gündüz saatlarında yenidən dəyişilməsinə səbəb olacaq. May ayının artıq 19-u gündüz yenə də Abşeronda yağışlar yağa bilər. Kiçik Qafqazda, Naxçıvanda, Cəlilabad aşağıda və Böyük Qafqazın şimal-şərqində Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvanda, Xızıl, Siyəzəndə yenidən leysan yağacaq, şimşək çaxacaq. Mayın 19 axşama doğru bu proses bir qədər səngisə də Naxçıvanda yağışlar davam edəcək. Mayın 20-si 19-dan 28-dən gecə Xəzər dənizində yenidən növbəti sistemin formalaşması ehtimalları var. Bu Bakıda daxil ola bilər və bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Mayın 20-si artıq axşam saatlarına doğru yenidən dağlıq ərazidə yağış yağacaq, şimşək çaxacaq. Mayın 20-sindən 21-nə keçən gecə yenidən artıq Naxçıvanda, Gəncə, Qazaxda, Kiçik Qafqazda hava şəraiti dəyişiləcək. Mayın 21-i gündüz saatlarında yenidən Azərbaycan əksər rayonlarında şimşək çaxacaq, yağış yağacaq və yağıntılar leysan xarakterli, intensiv və güclü ola bilər. Mayın 21-i artıq axşama doğru bu sistem
Azərbaycan əksər rayonlarını əhatə edəcək. Mayın 21-dən 22-sinə keçən gecə mərkəzi Aranda və Gəncə, Qazaxda, Böyük Qafqazda yağıntılar şiddətli ola bilər, dolu yağa bilər. Mayın 22-sinə keçən gecə kifayət qədər ciddi bir su basma ehtimalları var Gəncə, Qazaxda və Kiçik Qafqazda. Mayın 22-si səhər saatlarında bu sistemin Bakıya daxil olması ehtimalları var. Mayın 22-si artıq günorta saatlarında Azərbaycan əksər rayonlarında hava şəraiti yenidən kəskin dəyişiləcək. Bu proseslərə səbəb isə topa yağış buludlarının ciddi inkişafı üçün münbit sinoptik şəraiti yaranması gözlənilir. Mayın 22-si axşama doğru bu proses nisbətən zəifləşsə də bu aldadıcı olacaq. Mayın 23-də yenidən gündüz saatlarında Dağlıq Şirvanda, Böyük Qafqazda, Kiçik Qafqazda, Naxçıvanda və Cəlilabad rayonlarında, hətta Abşeronun qərb rayonlarında şimşək çaxması, yağış yağması ehtimalları var. Mayın 23-cü axşama doğru bu proses zəifləyəcək. Mayın 24-ü artıq günorta saatlarında yenidən dağlarda lokal yağış yağması ehtimalı var. Hətta mayın 24-dən 25-ini keçən gecə Gəncə, Qazaxda, Mingəçevirdə və Balakən, Zaqatala, Qax, Şəki rayonlarında şimşək çaxması, leysan yağması, dolu yağması ehtimalları var. Mayın 25-i səhər saatlarında Azərbaycan rayonlarında hava şəraitinin yenidən kəskin dəyişilməsi gözlənilir. May ayının 25-i artıq may ayının 25-də 26-sına keçən gecə bu proses nisbətən zəifləsə də may ayının 25-də yenə də Abşeron arasına doğru bu sistemin daxil olması ehtimalları var. Artıq bu qlobal modellər də bu siqnalları üst-üstə göstərir ki, biz də əvvəlcədən bildirmişdik ki, kanalda may ayının sonlarında da hava şəraitinin tez dəyişilməsi ehtimalları var. Bu barədə ən son tədbirlər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq. Coğrafiya kitabında yazılan məlumatlar tamamilə yanlışdır. Xəzər dənizi ərazicə kiçik olsa da Xəzər dənizində formalaşan hava axınları okeanlarda formalaşan hava axınlarına, hava kütlələrinə yaxın bir sistemlərdir. Hətta Xəzər dənizi ərazicə kiçik olsa da burada supersel tipli ciddi dağıdıcı hava axınlarının, hava kütlələrinin formalaşması riskləri əvvəl dövrdə çox az olurdu. Artıq iqlim dəyişikliyi nəticəsində bu risklər hər keçən ay daha da artacaq. Ümumilikdə artıq bu bəzi məlumatlar var ki, Azərbaycanda tornado, qasırğa və yaxud da iri dənə dolu, burulğan ola bilməz. Bu tamamilə yanlış bir məlumatdır, qədim söhbətlərdir. Hətta mən deyərdim ki, bu qeyri-elmi bir yanaşmadır. Azərbaycanda, Azərbaycanın bir çox rayonlarında, Bakıda və Xəzər dənizinə yaxınlaşan şəhər rayonlarında tornado qasırğalarının və burulğanların baş verməsi ehtimalları yaxın gələcəkdə daha da artacaq və bu risklər gün-sabah ola bilər. Çünki Xəzər dənizində artıq iqlim dəyişikliyi nəticəsində kifayət qədər ciddi bir risklər artmaqdadır. Dənizdəki su temperaturlarının artması artıq bu topa yağış buludlarının anidən güclənməsinə, həm də ki bu şimaldan daxil olan, mövsüm xarakterli olan soyuq hava ilə isti havanın Qafqaza toqquşması artıq ani bir dəyişikliklərə, buludların ciddi qəfil inkişafına və bu proseslər nəticəsi olaraq da dünya praktikasında artıq bu sistemlərin inkişafı nəticəsində iri dənəli dolu yağıntıları, tornado, burulğan, qasırğa proseslərin lokal xarakterli dağıdıcı hadisələrə səbəb olması ehtimalları var. Yəni rəsmi məlumatlarda bu barədə geniş məlumatlar verilməsə də, faktiki olaraq iqlim dəyişikliyi nəticəsində Azərbaycanda artıq tornado qasırğalarının real zaman ərzində yaxın gələcəkdə baş verməsi ehtimalları, riskləri yüksək qiymətləndirilir. Hazırki real sinoptik şərait onu göstərir ki, Xəzər dənizində hazırda ciddi bulud sistemləri formalaşır və bu Abşeron arasına doğru yaxın günlərdə yaxınlaşa bilər. Və bu barədə may ayının 17-sində birbaşa PH və radar məlumatlarının ən son təhlilləri haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son təhlillər haqqında kanalda yenilənmiş məlumatlar yayınlanacaq.